7 il Azərbaycan Respublikası Mərkəzi Bankına rəhbərlik etmiş 73 yaşlı Elman Rüstəmov. O 1995-ci il yanvarın 13-də mərhum prezident Heydər Əliyevin sərəncamı ilə bankın idarə heyətinin üzvü və sədri təyin edilmişdi. Sonradan 4 dəfə ardıcıl olaraq hər dəfəsində 5 il müddətinə Mərkəzi Bankın idarə heyətinin sədri olub. Amma baş bankir 2020-ci ildəki təyinatını sonadək icra edə bilməyib. 2022-ci il aprelin 11-də Prezident İlham Əliyev Elman Rüstəmovun bankın idarə heyəti üzvlüyündən xaric edilməsi ilə bağlı Milli Məclisə təqdimat göndərib. Ertəsi gün parlamentin iclasında iştirak edən 102 deputatın hamısı İlham Əliyevin təqdimatını yekdilliklə təsdiqləyib. Beləcə, Elman Rüstəmov Mərkəzi Bankın idarə heyəti üzvlüyündən xaric edilib. Vəzifədən azad edilən bir çox məmur kimi o da Nazirlər Kabinetinə göndərilib. Prezidentin 13 aprel 2022-ci il tarixli sərəncamı ilə baş nazirin müşaviri təyin olunub. Elman Rüstəmovun adı istər Mərkəzi Banka rəhbərlik etdiyi dövrdə, istərsə də vəzifədən gedəndən sonra müxtəlif korrupsiya qalmaqallarında hallanıb. Hətta bir neçə cinayət işində onun istintaqa cəlb olunması, məhkəmə önünə çıxarılması, adının qarışdığı qaranlıq sövdələşmələrə aydınlıq gətirməsi tələb olunub. Onun məhkəmədə dindirilməsini tələb edənlərdən biri də hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev idi. Lakin hakimlər onun bu tələbinə əhəmiyyət vermədi. Elman Rüstəmovun adı əmlakın mənimsənilməsi ilə bağlı bir neçə milyonluq qalmaqalda hallanır. Keçmiş bankirin vaxtilə qanunsuz göstərişlər verdiyi, saxta sənədlərlə bir sahibkarın obyektinin əlindən alınmasına səbəb olduğuna dair iddialar səslənir. Buna görə də onun məhkəməyə gəlib konkret suallara cavab verməsi tələb olunur. 2010-cu ildə vətəndaş Nizami Kərimov Agana Servis MMC adlı tikinti şirkətindən qeyri-yaşayış sahəsi alıb. Paytaxtın Yasamal rayonu Lətif İmanov küçəsində yerləşən bu obyekt hazırda Metropol restoranı kimi fəaliyyət göstərir. Bu əmlakın Nizami Kərimova məxsus olduğunu təsdiqləyən sənədlər və sübutlar da var. Lakin günlərin birində məlum olub ki, səndəmə 2010-cu ildə alınan bu obyekt 2013-cü ildə girov qoyulub, əvəzində isə kredit alınıb. Agana Servis şirkətinin rəhbəri Azad Nağıyev yeni müqavilə tərtib edərək vaxtilə Nizami Kərimova satdığı qeyri-yaşayış sahəsini öz qohumunun adına rəsmiləşdirib. Əmlakı girov qoyub, Premium Bankdan 2 milyon 500 min manat kredit götürüb. Sənədlərdən məlum olur ki, əvvəlcə Mərkəzi Bank Premium Banka 5,25 faizlə 2,5 milyon manat kredit verib. O da öz növbəsində həmin krediti 6,25 faizlə Azad Nağıyevə ayırıb. Müqavilədə kreditin 24 ay ərzində qaytarılması nəzərdə tutulsa da, öhdəlik yerinə yetirilməyib. Nəticədə məsələ məhkəmə müstəvisinə çıxıb. Premium Bank 2 milyon 500 min manat əsas borc, 264.924 manat da faiz borcunun ödənilməsini, ödəmənin girov qoyulmuş əmlaka yönəldilməsini tələb edib. Bəs Elman Rüstəmov bu qalmaqalın harasında dayanır? Onun məhkəmədə dindirilməsi niyə tələb olunurdu? Agana Servisin rəhbəri Azad Nağıyev deyir ki, Premium Bankdan 2,5 milyon manatlıq kredit birbaşa Elman Rüstəmovun göstərişi ilə və himayəsi ilə götürülüb. Tikintidə keçmiş bankirin şəriki olduğunu və göstərişlərini yerinə yetirdiyini iddia edən Nağıyevin sözlərinə görə, götürülən kreditin 1 milyon 500 mini Elman Rüstəmovun xalası oğlu Rəşad Quliyevin 1 milyon 500 min manat borcunun bağlanılmasına yönəldilib. Həmin vaxt mən artıq tikinti ilə məşğul olmaq istəmirdim. Bütün borclarımı da bağlamışdım. Xarici gedib orada işləmək istəyirdim. Mərkəzi Bankdan dedilər ki, kredit verirlər. 1 milyon 500 min manat borc var, onu ödə. Mən də kredit götürüb 1 milyon 500 min manat borcu ödədim. Sonradan bildim ki, mənim ödədiyimi də başqasının adına yazıblar. Oyun açıblar. Əvvəl dedilər ki, girovun pulunu özləri düzəldir. 2 ilin tamamında krediti bağlayacaqlar. Amma sonra özlərini elə apardılar ki, elə bir məni tanımırlar. Köhnədən mənə olan borclarını da vermədilər. Axırda da məni tutturdular. O etiraf edib ki, 2013-cü ildə Premium Bankdan kredit götürüləndə girov qoyulan əmlak çoxdan Nizami Kərimova satılmışdı və onun mülkiyyətində idi. Azad Nağıyevin dediyinə görə başqasına məxsus əmlakı saxta sənədlərlə öz adlarına rəsmiləşdirib, banka girov qoyanda bundan Elman Rüstəmovun da xəbəri olub. Bu haqda girovu qəbul edən bank da məlumatlandırılıb. Buna görə də ondan gəlirləri barədə arayış və başqa zəruri sənədlər tələb olunmayıb. Girov qoyulan əmlak Nizami Kərimova məxsus idi. Bunu bank da bilirdi. Yoxsa mən kim idim ki, tapşırıqsız mənə boyda pul versinlər? Dedilər ki, eybi yox, pulu biz ödəyəcəyik. Narahatlığa əsas yoxdur. Yəni pulu Mərkəzi Bank özü ödəyəcəkdi. Amma ödəmədilər. Premium Bankın iddiası əsasında Yasamal rayon məhkəməsində aylarla məhkəmə prosesi gedib. Mübahisəli əmlakın sahibi Nizami Kərimov məhkəmə prosesinə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qatılıb.
Onun nümayəndəsi vəkil Əkrəm Həsənov deyir ki, Premium Bankın tələbi əsassızdır. Çünki 2 milyon 500 min manat kredit verib, lakin rəsmi gəlir haqqında arayış tələb etməyib. Bu sənəd kredit dosyasında yoxdursa, deməli kredit qanunsuz verilib. Kredit müqaviləsi qanunsuzdursa, girov təminatı da əsassızdır. Nizami Kərimova məxsus əmlakı saxta yolla girov qoyublar. Elə ona görə də əmlak girov qoyulanda bankın əməkdaşları gəlib ora baxış keçirməyiblər. Baxış keçirilsəydi, Nizami Kərimov obyektə gələnlərin nə etdiklərini soruşacaqdı. Cinayətin üstü asılacaqdı. Bağlanmış ipoteka müqaviləsi tam qanunsuzdur. Çünki vicdansızlıqla bağlanıb. Vəkil Əkrəm Həsənov həmçinin Elman Rüstəmovun gəlib suallara cavab verməsi barədə vəsatət qaldırıb. Amma hakim Ayşən Sultanova Məmmədova bu vəsatətləri təmin etməyib. Hətta Azad Nağıyev keçmiş bankir haqqında danışanda onun sözünü kəsib, vəkilin bu haqda suallarını dayandırıb. Vəkilin sözlərinə görə Mərkəzi Bankın nümayəndəsi müstəqil tələb irəli sürən 3-cü şəxs qismində məhkəmədə iştirak edib. O, Elman Rüstəmovun məhkəməyə çağırılmasına, onunla bağlı verilən suallara etirazını bildirib. Məhkəmə araşdırmasının yekununda Hakimlər Kollegiyası Premium Bankın iddiasını təmin edib. Belə ki, Metropol restoranının sahibi Nizami Kərimov banka 1 milyon 625 min manat əsas borc, 264 min 924 manat faiz borcu olmaqla ümumilikdə 1 milyon 889 min 924 manat ödəməlidir. Bu ödəmə girov qoyulmuş obyektə yönəldilib və əmlak hərracda satılmalıdır. Obyektin sahibi Nizami Kərimov bu qərardan apellyasiya şikayəti verib. Elman Rüstəmov isə ona yönəlik ittihamlarla bağlı açıqlama verməyib.